Bir neçə gündür toylardan birində səhnədə rəqs edən şəxsin xalq artisti Aygün Kazımovanın üzərinə getdiyini əks etdirən görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, videoda ən çox tənqid edilənsə meyxanaçı Namiq Qaraçuxurlu olub. Belə ki, izləyicilər Qaraçuxurlunun həmin anda Kazımovaya yardım etməməsini pisləyib. Məsələ ilə bağlı meyxanaçı paylaşım edərək baş verənlərə aydınlıq gətirib. Mən öz mədəniyyətimlə fəxr edən adamam. Bütün incəsənət adamlarını da belə görmək istəyirəm. Bu, sizin bir neçə gündür seyr etdiyiniz görüntülərdən 5 dəqiqə öncə baş verən səhnədir. Bu qardaşımız, doğmamız, Azərbaycanlımızdır. Mənə və sonra Aygün xanıma olan sevgisini son dərəcə saflıqla içdən bildirən adamdır. Hətta mən səhnədən çıxdıqdan sonra Aygün xanım onu yenidən səhnəyə səsləyirdi. Belə bir adamı sosial şəbəkələrdə az qala terrorist ediblər və güya mən 5 dəqiqə öncə qucaqladığım bu qardaşımızdan qorxmuşam. Toy sahiblərinin bu qardaşımıza yaxınlaşdığını, ümumiyyətlə burada heç bir xəta ola bilməyəcəyini görüb, kənardan orada dava gedir ab-havası yaranmasın deyə uzaqlaşmağımı bu qədər səmimi, sevgi dolu bir adamdan qorxmağım kimi təqdim edirlər. Biz belə sevgi ilə demək olar ki, hər gün rastlaşırıq. Belə insanlara qayğı ilə yanaşmağı şəxsən mən özümə borc bilirəm. Bəzi travması olan insanlara səslənirəm. Allah şahiddir ki, mən sizi başa düşürəm. Kaş ki, taleyiniz belə olmazdı. Çünki siz də bizim doğma millətimizsiniz. Lakin siz məndən özünüz kimi biri düzəldə bilməyəcəksiniz. Mən qanacağım və düşüncəm ilə sizin evladlarınıza dəyərlər ötürməyi daha vacib sayıram. Və sonda xəbis adamları lərzəyə salacaq bir dua. Allah sizə də, mənə də ürəyimizə görə versin.